Salam dostlar, bugün sizə TikTok bəyəni hiləsi haqqında məlumat vermək istəyirəm. TikTok bəyəni hiləsi ilə istədiyiniz qədər siz də gerçək bəyənləri videolarınıza göndərə bilərsiniz. Sadəcə 5 dəqiqə vaxtınızı alacaq dostlar. Tamamilə şifrəsiz bir şəkildə, yəni hesabınıza heç bir ban riski, spam riski, keşfetin bağlanma belə bir risklər yoxdur. Sadəcə sizdən istədiyim bu videonu sona qədər izləməyinizdir. Sona qədər izləyin ki, hər bir addımdan sizin də xəbəriniz olsun dostlar. İndi isə sürətli bir şəkildə addım-addım necə edə bilərsiniz bunu sizə göstərəcəm. İlk öncə məlumat vermək istəyirəm ki, kanalımıza abunə olub, videonu bəyənib, eyni zamanda yorumlara bir ədəd TikTok istifadəçisi adınızı yazsanız, bütün videolarınıza 1000 bəyəni göndərəcəm, bilginiz olsun, hədiyyə olaraq. İlk bunu kim edəcəksə, hər kəsə göndərəcəm. Sadəcə yoruma yazmağınız yetərlidir. İndi isə gəlin görək necə etmək lazımdır dostlar. Dostlar, ilk öncə TikTok hesabımıza gəlirik. TikTok hesabımıza gəldikdən sonra görürsünüz mənim burada bir çox videom var. Bunların hər birinə demək olar ki, mən bəyəni göndərmişəm bir miqdar. Gəldiniz videonuzun bax sağ tərəfdə ox işarəsi var. Yəni toxunursunuz, video linkinizi bu şəkildə kopyalayırsınız. Video linkinizi kopyaladıqdan sonra geriyə doğru gəlirsiniz. Baxın, burada Google Chrome var. Siz fərqi yoxdur. Yəni sayta daxil olacaqsınız. Google'a daxil olursunuz. Takipçi.com yazırsınız. Çıxan ilk yaşlı loqolu saytdır. Bu sayta daxil olduqdan sonra aşağıya doğru düşürsünüz dostlar. Bütün hilələr bölümü var. Bura daxil oldunuz. Buradan TikTok bölümünə daxil olub, buradan da TikTok bəyəni hiləsinə daxil oldunuz. Daxil olduqdan sonra video linkinizi baxın bu şəkildə az öncə kopyalamışdıq. Yapışdırdıq bura. Miqdarı seçirsiniz. Azərbaycan serverini seçdiniz dostlar. Çünki Azərbaycan serveri seçsəz Azərbaycanlı bəyənilər gələcək. Xarici seçsəz xarici bəyəni, bilginiz olsun. Göndər düyməsinə basaraq siz də videolarınıza tamamilə güvənli bir şəkildə, şifrəsiz bir şəkildə bəyəni göndərə bilərsiniz.